Salam əziz izləyicilər. Bugün Pitiminutka dediyimiz qaz su qızdırıcısının iş prinsipi ilə necə işlədilməsi ilə bağlı bir video hazırlamışam. Düşünə bilərsiniz ki, bunu kim bilmir ki, hamı bilir də bu necə işləyir. Amma mən sizi əmin edirəm ki, bilməyənlər az deyil. Çünki suallar filanlar yazırlar, hərdən bir onlara mən məsləhətlər verməli oluram, nə ilə, necə elə görürəm ki, bilməyənlər çoxdur. Dəqiq bilmirlər də, yandırdım, işlədi filan fəsməkan, ola bilsin, nəysə bilirlər, amma çox şeyi də bilmirlər. Deməli, bu belədir. 3 dənə aşıq var burada. Bu da temperatur göstəricisidir, adına termometr də deyə bilərik. Bunların vəzifəsi nədir? Bu qazı, ocaqlığa verilən qazın miqdarını azaldıb artırmaq üçündür. Sol tərəfə yazılıb minimum, ən az qaz axır, bu sola burulanda. Sağ tərəfdə maksimum, artırmaq üçün maksimuma tərəf fırladırıq. Burada nə yazılıb? Summer yazılıb İngilizcə. Bu yay deməkdir. Bu rejimi təyin edir. Yayda bax bu aşıq bu summerin üstündə olmalıdır. İndi başqa dillərdə də yazıla bilər. Türkçədə ola bilər, nə bilim, rusçədə ola bilər. Bu İngilizcədir. Bunu qışda çeviririk qış rejiminə, yayda çeviririk yay rejiminə. Bu nəyi həll edir? Deməli, ocaqlığa gedən qaz bax bu aşığın altında olan çeviricidən keçərək gedir. Və biz bunu qış rejiminə qoyanda orada farsunkaların hamısına qaz gedir və istilik çox ayrılır. Yəni alov çox olur, çox da tez qızdıra bilir. Yayda o qədər temperatur tələb olunmur, çünki suyun özü də isti olur, ətraf mühit də isti olur. Az qaz lazımdır. Ona görə yay rejiminə qoyulur, yarım güclə işləyir ocaqlıq. Bu isə su həcmini tənzimləyir. Su çox axır, yaxud az axır. Krandan gələn su, bura daxil olan su miqdarını azaldıb artıra bilir. Bax, bu 3 aşıqla biz suyun temperaturunu tənzimləyə bilirik və tənzimləməliyik. Əgər su soyuqdursa, lazımı həddə deyilsə, qazı artırarıq, temperaturu artar. Artırmışıq, lap axıra kimi bəzən belə olur da, ərk bağlamış kolonkalarda belə olur. Nə qədər artırırsan da lazımı temperaturu vermir. Çünki ərk bağlayıb, senjorun içi borular ərk bağlayıb, onu yuduzdurmaq lazımdır. Bir neçə dalbadal işləyən kolonkada və su, cod su ola bilir, təmiz su ola bilir, hərədə bir cürdür də. Cod suda daha tez 1 ilə 2 ilə ərk bağlaya bilər. Təmiz suda 3-4 ilə bağlaya bilər. Ara sıra bu yuduzdurulmalıdır. Usta çağırıb onun içini, ərpini yuduzdurmalısınız. Xüsusi maddə ilə, məsəl üçün net deyilən bir maddə var, ondan yuyurlar. Adam var, soda ilə, limonlu kislata ilə, yazda rast gəlirəm, yuyanlar da var. Amma düzgünü və tez başa gələni netlə yumaqdır. Məsəl üçün netlə, başqa şey də ola bilər. Elə bu səbəbdən tutaq ki, ərk bağlayıb, qazın maksimal həcmində də yaxşı qızmır. Onda xüsusi halda belə bir variant eləmək olur.
Suyu azaldırsınız azca. Eğer o az suyla tutaq ki, yuyunmaq, duş qəbul eləmək rahatdırsa, o həddə qədər ki, rahatdır da, azalda bilərsiniz və bu da sizin üçün yetərli olar. Amma son nəticədə bunu yuduzdurmaq lazım gələcək. Gərək yuduzdurasınız, əgər bu variantı əl atırsınızsa. Temperaturu da nəzarət edirsiniz, bax bu termometr deyək buna. Termometrlə nəzarət edirsiniz temperatura. İndi hər şeyi dedim. Bax burada включатели var. Adam var ki, bundan xəbərsizdir. Bir dəfə onu quraşdıran usta bunu qoşub, vəssalam, o da belə işlədir, söndürmək lazım olanda vilkadan, rozetkadan çıxardır. Altında hətta bir svetodiod da var. Qırmızı işıqla yanır. Qoşulduğunu xəbər verir də, o yəni qoşulubdur deməkdir. O zaman o qırmızı svetodiod yanır. 32 litr. Bu deməkdir ki, 32 litr suyu qızdıra bilir. Dəqiqədə 32 litr suyu qızdıra bilir. Keçirdə bilir də özündən, yəni o həcmə hesablanıbdır. Başqa bir şey qalmadı. Bir xüsusiyyətini də deyim ki, adətən su boruları bürünçdən olur, sarı metaldan olur. Qaz ancaq sink qarışıq bir metaldır. Olur elə hadisə ki, adamlar səhv qoşublar, qaz borusuna su göndəriblər, su krandını qoşublar qaz yerinə, su göndəriblər və bütün qonşuların qazı işləmir, yəni qaz gəlmir. Bəzən o boruları sudan azad eləyəndən sonra qaz verilişi bərpa olunur. Belə bir hadisələr də ola bilir. Bu batareykaları qoymaq üçündür. Açıb buradan batareykaları, buraya batareykalar. Bura qoyulur, özü nə formada qoyulur. Biri bu üzünə, digəri başqa üzünə. Belə bağlanır. Vəssalam. Sağ olun, sağlıqla qalın. Mən izləyicilərə bir diləyim var. Nəsə bəyənmə az gəlir. Niyə bəyənmirlər? Ola bilər ki, mən yaxşı şərh eləmirəm, lazımsız söhbətlər eləyirəm. Ola bilər bunları qəbul edirəm, amma inana bilmirəm ki, doğrudan mı bunların heç olmasa bir 5-10%-nə bu xoş gəlmir ki, bəyənsinlər, rəy yazsınlar. Ya bir smailik göndərsinlər, tutaq ki, bir əl şəkili, ya bir təzim şəkili, nəsə bir şey. Hər halda bu, əgər mənim xətrimi istəyirsinizsə, hörmətim varsa, sizin yanınızda bunu eləməlisiniz. Bəlkə unudursunuz, ona görə xatırladıram ki, bunu unutmayın, bu mənim üçün lazımdır, vacibdir. Sağ olun, sağlıqla qalın.